Aspirini limonun üstünə qoyun və qonşularınız sizə daha tez-tez gələcək. Öncəliklə aspirini qabın içinə atırsınız və toz halına gələnə kimi əzmək lazımdır. Sonra limonun yarısını götürürsünüz və suyunu tam sıxmalısınız aspirinin üzərinə. Sonra üzərinə 1 çay qaşığı soda əlavə edirik, yəni karbonat. Gördüyünüz kimi reaksiya artıq getməyə başladı. Və qarışdırırıq bunu. Gözəl, tam qarışdırırıq. Bu arada 2 həftəyə 6-7 kilo, 1 ayda 10-15 kilo ac qalmadan təbii yolla arıqlamaq istəsəz, WhatsApp-a arıqlama proqramı mənə yazmağınız yetərlidir. Nəticəyə 100% zəmanət verirəm. Əzilmiş limonu batırırıq bu qarışımın içinə və bunu ehmalca dabanınıza, ayağınızdakı problemli zonalara gözəl sürtürsünüz. Bu üsulla ayaqda olan göbələk, pis qoxu və daban çatları arıdan qalxacaq. Diqqətlə dinləyin, istifadə qaydasında izah edəcəm. Ehmalca bir neçə dəqiqə sürtəndən sonra 2-3 saatlıq salafanla bağlayırsınız. Sonra ayağınızı ilıq su ilə yuya bilərsiniz. Nəticəsi möhtəşəmdir. Əgər əziyyət deyilsə, videonu like edin, kanalıma abunə olun ki, bax belə faydalı səhifələrə dəstək olasınız, həm də daha çox faydalı videolarımı qaçırmayasınız.